Silah götürmədən müharibə qəhrəmanı olmaq mümkündürmü? Mümkünsüz kimi səslənir, lakin bu Desmond Doss adlı bir insanın həyat hekayəsidir. O, ABŞ tarixində ölkənin ən yüksək hərbi mükafatı olan şərəf medalı ilə təltif edilmişdir. Baxmayaraq ki, o bir atəş belə asmamışdı. İkinci Dünya müharibəsi başlayanda Doss gizlənmədi. O, vicdanla orduya qatıldı, lakin silah götürməkdən imtina etdi. Qorxduğu üçün yox, sadəcə dini inancı ona başqasına zərər vurmağı qadağan edirdi. İnancları onu əskərlər arasında kənar bir şəxs etdi. Onu ələ saldılar, qovmağa çalışdılar və hətta qorxaq dedilər. Lakin 1945-ci ildə Yaponiyanın Okinawa adasında hər şey dəyişdi. Müharibənin ən amansız döyüşlərindən biri orada baş verdi. Amerikalılar Haksau silsiləsi adlanan sıldırım uçuruma hücum etdilər. Ciddi müqavimətlə qarşılaşan əskərlər geri çəkildi. Biri istisna olmaqla, Desmond Doss. O, tək və silahsız, davamlı atəş altında bir neçə saat ərzində ən azı 75 yaralını döyüş meydanından çıxardı. Onları bir-birinin ardınca kəndirlə 30 metrlik uçurumdan aşağı salladı. O, ağır yaralanmasına baxmayaraq digər əskərlərin köməyə ehtiyacı olduğu halda təxliyə olunmaqdan imtina etdi. Hətta artıq xərəkdə olduğu halda ağır yaralı bir əskər gördü və xərəkdən düşərək yerini ona verdi. Müharibədən sonra Prezident Harry Truman ona şərəf medalı təqdim edərək dedi: "Siz sadəcə insanların həyatını xilas etmədiniz, həm də cəsarətin silah tələb etmədiyini göstərdiniz."